Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefii zunubina Abil Qasim Muhammed. Allahümme salli ala ve ala alihi tayyibin tahirin el ma'sumin el mukarramin. Rabbi şirah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. قال الله تعالى في محكم كتابه يا أيها الذين آمنوا توبوا إلى الله توبة نصوحا آمنا بالله وصدق الله العلي العظيم. Əziz möminlər, cümə gününüz mübarək olsun. Allah Teala sizləri və bizləri bu günün rəhmətindən, bərəkətindən, mərhəmətindən bir nəsib etməsin inşallah. Mübarək Şaban ayıdır və bu Şaban ayının ilk cüməsidir. Və mübarək bir gündür ki, İmam Hüseyin əleyhissalamın mövluduna təsadüf eləyir. Bugün münasibəti ilə bütün Peyğəmbər və əhl-i beytini sevənləri və siz əzizləri təbrik eləyirəm. Şaban ayında müxtəlif zikirlər var, ibadətlər, namazlar var. Həmin zikirlərin də biri budur ki, gün ərzində 70 dəfə deyirik ki, Əstəğfirullah və əsəluhu tövbə. Allahdan bağışlanmaq diləyir və tövbə istəyirəm. İstiğfar və tövbə ilə sadəcə dillə söyləməkdən ibarət deyil. Bugün çalışacağıq ki, istiğfar və tövbə və onun mahiyyəti, həqiqəti barədə danışaq. Ümid insanın mənəvi həyatında çox mühüm rol oynayan bir amildir. Əgər insanda ümidsizlik olarsa, ümid aradan gedərsə, insan artıq çökmüşdür. Xüsusilə də müsəlman şəxs ki, onda Allaha, onun rəhmətinə, mərhəmətinə ümid olduqda, onun etdiyi günahlar müqabilində mənən çökməməsinin qarşısını alır. Ki, çökməsin, mənəvi cəhətdən çökməsin bu insan. Dinimiz günahkarların qarşısında yolu bağlamayıbdı. Əksinə günahkarların qarşısında onlara ümid verici yollar açıb ki, bunlardan biri şəfaətdir, istiğfardır, tövbədir. Allah Quran-ı Kərimdə buyurur: وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ فَاسْتَغْفَرُوا اللّٰهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ. Əgər onlar özlərinə zülm etsələr, günah etməklə özlərinə zülm etsələr, cəuke və sənin yanına gəlsələr, fəstəğfərullaha, Allahdan istiğfar etsələr, bağışlanma diləsələr, vəstəğfərə ləhumur rəsul, Peyğəmbər də onlar üçün istiğfar etsə, Allahı həqiqətən tövbələri qəbul edən və rəhimli olduğunu görərlər. Ki, mübarək ayədə hər iki məsələyə istiğfar, tövbə və eyni zamanda şəfaətə də işarə olunur ki, Peyğəmbər onlar üçün istiğfar edərsə. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan bir hədisdə buyurulur, Həzrət buyurur ki, mömin bəndə əgər günah etsə, Allah Teala ona 7 saata qədər möhlət verər. Burada 7 rəqəmi təbii ki, rəmzidir, yəni uzun bir müddət verər. Əgər istiğfar etsə, bu müddət ərzində Allah onun günahını silər. Əgər istiğfar etməsə, bağışlanma diləməsə Allahdan, Allah ona yalnız bir günah yazar. Ardınca Həzrət buyurdu ki, hətta mömin 20 ildən sonra etdiyi bir günahı xatırlayıb, onun üçün Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar. Kafir isə günah etdikdə, elə etdiyi anda da günahını unudar. Məğfirət və tövbənin həqiqəti nədir? Məğfirət sözü örtmək anlamındadır, örtük anlamındadır. Ərəblərdə qalxana mixfər deyirlər. Çünki insan özünü örtüb qoruyur onu ilə. Lüğəti mənada məğfirət örtük deməkdir. Bəs istilahi mənada nədir? Məğfirət qüdrətli olan birisi, onun qüdrəti altında olan başqa birisi ki, xəta eləyər, ondan qəbih əməl sadir olar, o qüdrətli olan həmin qəbih əməlin üstünü örtsün, onu əff etsin, bağışlasın. İstiğfar budur. Allah insanın günahının üstünü örtür, eyblərini örtür, onu əff eləyib bağışlayır. Ki, Allahın Quran-ı Kərimdə də adlarından Qəfur və Qəffar, çox bağışlayan. Tövbə isə qayıdış deməkdir. Tövbə Allaha dönüş deməkdir. Yəni insan
yolunu azdıqdan sonra Allaha qayıdaraq sırat-el müstəqimə dönə. Əxlaq alimləri tövbəni bu cür tanıtdırırlar, bu cür tərif verirlər ki, tövbə hazırki vaxtında günahları tərk etməkdir. Gələcəkdə həmin günahları etməmək üçün əzm etməkdir, qərara gəlməkdir. Və keçmişdə Allah və insan hüquqlarından ki, onlarda sən nöqsana yol vermirsən, təqsir baş veribdir, həmin nöqsanı əvəzləməkdir. Alimlərimizdən biri, ariflərdən biri tövbə barəsində belə deyir, tövbə çox əhəmiyyətli və çətin mənzillərdəndir, məqamlardandır. Tövbə insanın ruhaniyyətinə dönüşüdür. İnsan bu maddi aləmdən ruhaniyyətinə dönüşüdür. Çünki insan bu maddi aləmə qərq olduqda etdiyi günahlar, pis əməllər nəticəsində onun ruhunun nuraniyyətinə, nəfsinin ruhaniyyətinə və fitrətinin nuruna bir zülmət örtükləri çəkilibdir. Tövbə həmin o zülmətləri yarıb, o pərdələri üstündən atıb, yenidən o nuraniyyətə qovuşmaqdır. Demək ki, tövbənin həqiqəti nədir? İxtiyari halda insan günahdan Allahın itaətinə qayıda, Allah üçün übudiyyətə qayıda. Allah Quranda buyurur, Tubi ilallahi cəmiən əyyuhəl mu'minun ləalləkum tuflihun. Ey möminlər, hamılıqla Allaha tövbə edin, bəlkə nicat tapasınız, səadətə qovuşasınız. Xitab möminlərədir. Biz adətən belə fikirləşirik ki, indi belə görmüşük, ürfümüzdə, cəmiyyətimizdə bu cür görmüşük. Görürsən, biri gəlir məscidə, tövbə eləməyə gəlmişəm. Nədir? Deyək ki, pis adətlərdən tövbə edəcəm, içkidən tövbə edəcəm. Yəni, nə bilim, haşa, qumardan tövbə edəcəm. Biz elə bilir ki, bunlar tövbə onlara aiddir. Allah burada deyir ki, Tubi ilallahi cəmiyyən əyyuhəl mu'minun. Ey möminlər, hamınız tövbə eləyin, Allaha dönün. Çünki tövbə geniş anlamdadır, Allaha qayıdışdır. Tövbənin mərhələlərində də biz bunu görəcəyik. Allaha doğru mənəvi seyirdə olan insan belə fikirləşməsin ki, tövbə elə başlanışda buna lazımdır. Ki, bir dəfə tövbə etdim, artıq mən girdim, bu mənəvi seyri gedəcəm, yox. Bu mənəvi seyrin hər pilləsində tövbə etmək gərəkir. Hər pilləsində Allaha dönüş gərəkir. İnsanın tövbəsi, yəni qayıdışı, Allaha qayıdışı, iki dənə Allaha nisbət verilən tövbənin arasındadır. Öncə Allah insana qayıdır, Allah insana bir dönüş eləyir. Çünki insan, bilirsiniz, fəqir bir varlıqdır, ehtiyac içində olan bir varlıqdır. İnsan ehtiyacın özüdür, xalis ehtiyacın özüdür. Biz nə özümüzə zərər verə bilərik, nə fayda toxundura bilərik, nə ölümümüz əlimizdədir, nə həyatımız əlimizdədir. Heç nəyə sahib deyilik, Allaha ki tövbə edə biliriksə, ki Allah bizə lütf elədi, gəldi, Allahın evinə tövbə etdik və yaxud da biz bugün burada əyləşmişik, bu Allahın lütfi sayəsindədir. Öncə Allah bizə mərhəməti ilə, lütfi ilə dönüş eləyib, öz rəhmət nəzərlərini bizə yönəldib, bundan sonra bizim müvəffəq eləyib ki, biz Allaha dönüş eləyə bilək. İkinci dönüş, bax, bizim tövbə budur. Sonra yenidən Allah bizə dönüş eləyib, neyiniyib? Günahlarımızı əfv eləyib, bağışlayıbdır. Quran-ı Kərimdə də Allah Teala buyurur, İnnəmət tövbətə aləllahi lilləzīnə ya'məlunə su'ə bicəhələtin. O kəslərin tövbəsini qəbul etmək Allahın öhdəsindədir ki, onlar cəhalət üzündən pis iş görüblər, xəta iş görüblər. Summa yatubunə min qarib. Sonra tez tövbə eləyiblər, Allaha dönüş eləyiblər. فَاُولَٰيكَ يَتُوبُ اللّٰهِ عَلَيْهِمْ. Onlar o kəsdir ki, Allah onlara qayıdış eləyir. Tâbəllah aleyh. Allahın tövbəsi budur, yəni Allahın dönüşü, bəndəyə dönüşü. İlk Allah bizə dönür, lütf eləyir və biz Allah'a xatırlayırıq. Allaha doğru bizdə, içimizdə bir mənəvi bir ehtiyac görürük. Allaha üst tuturuq, günahlarımızı etiraf eləyib, xətalarımızı etiraf eləyirik. Allah bir daha rəhməti ilə bizə dönüş eləyib, bizi əfv eləyir, bizi bağışlayır. Tövbənin şəri hökmü nədir? İnsan əgər hədd-i buluğa çatıb, aqildir, etdiyi əməlin haram və günah olduğunu bilir və onu etməyə də məcbur deyil. Bu halda əgər insan həmin əməli edərsə, asi sayılar, günahkar sayılar. Və bu zaman tövbə etmək vacibdir. Ona görə də fəqihlərimiz yekdilliklə fətva veriblər ki, insan günah edərsə, tövbə etmək ona vacibdir. Bizdəki hər zaman günah edirik. Hər zaman tövbə etmək ona görə də bizə vacibdir.
ki, hər etdiyimiz günaha gərək anında tövbə eləyək. 4 dənə şərt var ki, bu 4 şərt baş verərsə tövbə vacib olar. Birincisi budur ki, günah edən insan mükəlləfiyyət yaşına çatmalıdır, hədd-i buluğa çatmalıdır. Bilirsiniz, şəriətin hökmləri hədd-i buluğa çatmayan insana yönəlməyib. Hədd-i buluğa çatmayan insanın etdiyi əməllər günah hökmünü daşımır. Düzdür, müəyyən hüquqi məsələlər var ki, əgər fərd və cəmiyyətə zərər verərsə, fərd və cəmiyyətin hüquqları baxımından müəyyən cəzalar var, müəyyən tədbirlər var. Amma şəri günah Allah yanında, Allah nə qədər ki, insan hədd-i buluğa çatmayıb, ona günah yazmaz. İkincisi budur ki, günah edən insan bilməlidir etdiyi əməlin haram olduğunu, törətdiyi işin günah olduğunu bilməlidir. Əgər bilməyib, cahildir, səhv eləyibdir, günah sayılmaz onun üçün. Demək, ikinci şərt nədir? Bilməsi gərəkir, etdiyi əməl günahdır. Üçüncüsü budur ki, aqil olmalıdır, ağıl başda olmalıdır. Bilirsiniz, hədisdə, məşhur hədisdə də Həzrət Rasulullah buyurur ki, 9 nəfərdən ki, qələm götürülüb ona günah yazılmaz, biri də ağlı başında olmayandır. Əgər idrak yoxdursa, dərk eləyə bilmirsə, onun üçün qələm götürülmüşdür. Heç bir şəri hökm artıq ona vacib deyil. Və dördüncü şərt budur ki, günah eləyən şəxs həmin o haram işə, günah işə məcbur qalmaya. Burada məcbur qalmaya istisnasını belə fikirləşməyin. Bunu özümüzə bəhanə tutub, mən məcburam bu günah eləyəm, elə girirəm günahlara. Yox, bu deyil. Məsələn, Quran-ı Kərimdə bilirsiniz, bir ayədə Allah Teala donuz ətinin haramlığından bəhs edir, buyurur. Sonra buyurur ki, فَمَنُ اُتُّرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَا إِثْمَ عَلَيْهِ. Bəqərə surəsi 173-cü ayədədir. Ki, əgər bir kəs məcbur qalsa yeməyə bunu, ki, artıq öləcək, yeməsə öləcək, başqa qida yoxdur. Amma şərti qoyur, qeyrə bağın, həddi aşmadan. Həddi aşmadan deyir, o qədər yeyə bilər ki, həyata tutuna bilsin. Biyoloji varlığını qoruya bilsin, ta məsələn, halal qida tapana kimi. Fələ ismə aleyh, o zaman deyir, onun günahı yoxdur. Bu şərtlər tamam olarsa və insan haram işi, günah işi edərsə, artıq tövbə etmək ona vacibdir. Quran-ı Kərimdə Allah Teala bir çox ayələrdə bizi tövbəyə səsləyir. Allah buyurur, "Vəstəğfiru rabbakum thumma tubu ileyh." Rəbbinizdən bağışlanma diləyin, sonra ona tövbə edin, ona dönüş eləyin. Tubu ilallahi cəmiyan eyyuhel mu'minun. Ey möminlər, hamılıqla Allaha tövbə eləyin. Əfələ yətubuna ilallah və yəstəğfiruna. Məgər onlar Allaha tövbə etmək istəmirlər və Allahdan bağışlanma diləmək istəmirlər. Vallahu gafurur rahim. Halbuki Allah bağışlayandır, rəhm edəndir. İnnallaha yuhibbut tevvabin və yuhibbul mutatahhirin. Allah tövbə edənləri və özünü paklayanları sevir. Ayəyə diqqət eləyin. Allah buyurmadı ki, Allah günahsızları sevir. Çünki əksəriyyət insanlar, məsumlar istisna olmaqla caizil xəta baş verməsi hər an mümkündür. Allah ona dönənləri sevir. Günah eləyəndən sonra Allaha dönən bəndələrini sevir. Onlar üçün rəhmət qapısını hər zaman açıq qoyubdur. Bir hədis-i şərifdə buyurulur ki, Allah gənc yaşında tövbə edəni sevər ki, gəncliyində tövbən etsin. Da insan məsələn qocalıbdır, bu demək deyil, qocaya tövbə yoxdur. Bilməyib, gəlib ahıl yaşına çatıb tövbə elə deyib, yox. Nə qədər ki göz görür, nəfəs gedib, gəlir, qulaq eşidir, tövbə edəcəksən. Və Allah da sənin tövbə qəbul edəcək. Amma bütün ta həqiqətlər ortadan götürüldü, ölüm mələyi çöktü sənin sinəvə, o zaman istəysən tövbə eləyəsən, artıq keçib. Çünki sən yəqinə çatdın day. Ölüm yəqindir. Pərdələr gözündən götürüldü. Bu pərdələrdən öncə gərək sən o pərdələri yırtıydın, özün həqiqəti tapıb görüydün. Gəlib çatıydın o yəqin mərhələsinə ölümdən öncə. Quran-ı Kərimdə tövbə barədə çox ayələr var ki, o ayələrdən 4 ayə qeyd etmişik ki, bu ayələrdə çox əhəmiyyətli incə nöqtələr var ki, onlara diqqət eləyək. Birinci ayə budur. Nisa surəsi 31-ci ayədə Allah buyurur, İnnəmət tövbətə aləllahi lillezine ya'melunə su'ə bi cəhalətin. Deyir ki, Allah öhdəsində tövbə, yəni tövbəni qəbul etmək Allah öz-özünə vacib edir. Heç kəs Allah heç nəyə vacib edə bilməz. O kəslərin tövbəsini Allah qəbul edər ki, biz bu cür ifadə eləyək ki, ifadəmiz də doğru olsun. Ya'melunə su'ə bi cəhalətin, bilmədən pis iş tutublar. Summa yatubuna min qarib. Bilən kimi də neyiniblər? Tez tövbə eləyiblər, dönüş eləyiblər. Fəuləikə yətubullahu aleyhim. Allah onların dönüş eləyər, onların tövbələrini qəbul eləyər. Burada cəhalətdən məqsəd o demək deyil, məsələn, insan elə bilmirdi bu günahdır və getdi etdi. Biz o qədər
Günahlar var ki bilirik, bəzən də edirik bunu. Onda bu ayə bizə şamil deyil. Burada cəhalət təkcə bilmək anlamında deyil ki, bu iş günahdır və ya günah deyil. Burada cəhalət eyni zamanda nəfsin tüğyanıdır ki, insan nəfsinin tüğyanı, havay nəfsin qarşısında aciz qalır. Nəfsinə uyur, nəfsinə aldanır və bu günah eləyir. İmam Zeynalabdin əleyhissalam Əbu Həmzə Sumali duasında deyir ki, İlahi, mən sənə qarşı asi olanda ona görə asi olmadım ki, sənin rububiyyətini inkar eləyirəm. Yox, mən sənin rububiyyətini inkar etmirəm. Sənin Allahlığını inkar etmirəm. Nə də ki, sənin əmrinə mən əmrini yüngül saymıram. Nə də ki, sənin cəzandan qorxmurdum, buna görə də deyil. Sənin təhdidləri mən heç hesab elirdim, əhəmiyyət vermirdim. Yox, bu da deyil, ilahi. Yəni, mən bu qədər deyil, həddimi aşmamışam, ilahi, mən səni tanıyıram. Amma mən bu günah etdim, niyə etdim? Lakinnə xətiətun arazat və səvvələtli nəfs. Deyir, amma deyir, xəta, günah çıxdı qabağıma. Nəfsim də mənə onu gözəl göstərdi, mən nəfsimə uydum. Və qələbəni havaya, havay nəfsim mənə qalib gəldi, ilahi. Mən acizlik elədim, buna görə bu günah etdim, ilahi. Yoxsa ki, sənin rububiyyətinə qarşı mənim bir anlaşılmamazlığım, inkarım, cəhalətim yoxdur. İkinci ayə diqqət edək ki, ikinci ayədə Allah buyurur, وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ. O kəslər ki, pis bir iş tutarlar və ya özlərinə zülm edərlər. Özünə zülm etmək, yəni günah. İnsanı kamillikdən, mənəvi yüksəkliklərindən qarşısını alan hər iş ki biz ediriksə, o iş özümüzə zülümdür. Zəkarullaha, Allaha tez xatırlayarlar. Fəstəğfəru lizunubihim. Günahları üçün istiğfar edərlər. Allah buyurur, və mən yəğfiriz zunubə illallah. Allahdan başqa kim günah bağışlayar? Və ləm yusirru. Eyni zamanda onlar israr etməzlər. Etdiklərimə görə israr etməyəsən. İsrar çox pis məsələdir. Çox böyük bir tələdir, şeytanın tələsidir, nəfsimizin tələsidir. Onlar günah edərik. Allahın rəhməti çox genişdir, mərhəməti çox genişdir. Günaha israr etməyək. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Lə kəbirə mə'əl istiğfar. İstiğfar varsa böyük günah qalmaz, qorxma. Allahdan bağışlanma dilədin, sidqi qəlbinə, Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək. Allah salli ala Muhammed və Ali Muhammed və accil fərəcəm. Allaha dönüş etdikcə böyük günah qalmaz. Və lə səğirətə mə'əl israr. İsrar etdikcə də günah kiçik sayılmaz. Bəzən məsələn deyirsən, kiçik günahdır, əşitə ki, günahın bu olsun, israr eləyirik. İsrar etdikcə bu kiçik sayılmayacaq, böyüyə çevriləcək, böyük günah hesab olunacaq. Ona görə də ayə bizə bax bunu deyir ki, israr etməsəniz, Allah bağışlayacaq. Allahdan başqa kim bağışlayır ki günahları? İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bu ayə nazil olanda iblis deyir, gəldi Məkkədə Savr dağı var, çıxdı o dağa, bütün ifritlərini çağırdı. Dedi, belə bir ayə nazil olub, hansınız bunun ayəyə qarşı çıxa biləcək? Biri çıxdı, dedi ki, mən. İfrit dedi mən. Neyniyəsin dedi, filan dedi, yox, sən bunu bacarmazsın. O birisi də gəldi onun kimi bir şey dedi, sən bacarmazsan. Sonunda biri dedi ki, buna mən bu ayənin qarşısını alacağım. Necə eləyəcəksən? Deyir, onlara mən vəd verəcəm. Onların içində ümid yaradacağım ki, günahı ilə Allah bağışlayandır, narahat olma. Sən bu günahı elə, Allah bağışlayacaq, Allah rəhm edəcək sənə. Günahı elədi, sonra deyir, istiğfarı unutduraram ona. Bağışlanmaq diləmək, tövbə etməyi ona unutduraram. Ta deyir, qiyamət günü gələr və qiyamətin günündə günahı ilə üzbəüz qalar. Deyir, iblis dedi ki, hə, sən bunu bacararsan. Bu işi deyir, qiyamətə də sənə həvalə etdim. Gərək israr etməyək, xətadır, günahdır, baş verdi, anında Allahımıza dönüş eləyək, tövbə eləyək, isrardan həzər eləyək. 3-cü ayə Furqan surəsi 70-ci ayədə Allah buyurur, günah edənlərin cəzasından danışır ayə. Sonra belə buyurur, İllə mən təbə və əmənə və amilə əmələn salihən. Yalnız o kəs ki, tövbə edə, iman gətirə və salih əməl eləyə, Uləikə yubəddilullahu seyyiətihim həsənət. Onlar o kəslər ki, Allah onların pisliklərini yaxşılıqlarla əvəz eləyər. Pisliklərini yaxşılıqlarla əvəz eləyər. Və kənəllahu qafurar rəhim. Allah bağışlayandır, rəhəmlidir. Bu ayə Allahın rəhmətinin böyüklüyünə dəllət eləyən ayələrdən biridir. Allah təkcə günahı bağışlamaqla kifayətlənmir. Təkcə günahı bağışlamır. Yubəddilü seyyiətəhum həsənat. Onların pisliklərini yaxşılıqlarla əvəz eləyir.
Əgər tövbə etsən, iman gətirsən və salih əməl etsən, Allah deyir, o keçmiş günahlarını bağışlayar. Sonra neyniyər? Etdiyin pislikləri yaxşılıqlara çevirilər. Pislikləri yaxşılığa çevirilər Allah. 4-cü ayə Allah buyurur, Qul ya ibadiyəllezine əsrafu alə ənfusihim. De, ey mənim bəndələrim ki, özlərinə qarşı israf eləyiblər. La taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidinizi üzməyin. İnnallaha yaghfiruz zunube cemian. Allah bütün günahları bağışlayar. İnnehu vel gafurur rahim. Həqiqətən də o bağışlayandır və rəhimlidir. Ümidsizlik. Heç zaman insan gərək Allahdan ümidini üzməsin. Günahlarımız nə qədər böyük olsa da bilək ki, Allahın rəhməti qarşısında heç bir şey böyük sayılmaz. Hər şey o ilahi rəhmətdə itib batar. Necə ki, bir qətrə suyu atasan dənizə, çikli suyu, bir qətrə çikli suyu at dənizin içinə, bir qətrə qanı at dənizin içinə, itib batacaq, orada yox olacaq. Günahlarımız Allahın rəhmətinin ağuşunda əriyib yox olub gedəcək. Ümidimizi üzməyək Allahın rəhmətindən. Çünki böyük günahdır ki, insan Allahın rəhmətindən ümidini üzsün. Allah bütün günahları bağışlayar. İstisna yalnız budur ki, şirki bağışlamaz. Necə ki, Nisa surəsi 48-də buyurur, İnnallah la yaghfiru en yushraka bih və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşmağı bağışlamaz, amma ondan başqasını istədiyi bəndəsinə bağışlayar. Şirk də əgər tövbə olubsa bağışlayacaq, tövbəsiz şirki bağışlamaz. Yəni insan bu dünyada müşrik idi, şirk etmişdi, İslam'a gəlmədi, haqqa gəlmədi, vəhdaniyyətə gəlmədi, tevhidə gəlmədi və bu cürdə öldü, onu bağışlamaz. Tövbəsiz şirk bağışlanmaz. Amma tövbə ilə hər şey bağışlanar. Tövbə hər bir şeyi aradan aparar. Tövbə və istiğfarın bizim həyatımızda çox faydaları var. Həm dünyavi faydaları var, həm mənəvi faydaları var. Birincisi budur ki, xeyir və bərəkət gətirər. Hud Peyğəmbər qövmünə deyir, ya qavm istəğfiru rabbakum. Ey qövmüm, Allahdan bağışlanma diləyin. Summa tubi iley, sonra ona dönün. Sonra ona deyin, yursilus səma aleykum bidrara. Allah səmanı sizin üzərinizə göndərər, bol yağışlar endirər, sizin üçün ruzi bərəkət əkdi bitirər. İkincisi, tövbə əzabı aradan aparar. İstiğfar əzabı aradan aparır. Necə ki, Quran-ı Kərimdə buyurur Allah Teala, وَمَا كَانَ اللّٰهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Ya Resulallah, sən onların içərisində olduqca Allah onlara əzab verməz. Və onlar Allahdan bağışlanma dilədikcə Allah onlara əzab verməz. Üçüncüsü, tövbə şeytanı qovar insandan. İstiğfar şeytanı qovar. İstiğfar yəni Allahı zikr edib xatırlayırsan da, Allah xatırlayıb Allahdan bağışlanma diləyirsən. Bir hədis şərifdə İmam Cəfər Sadiq əleyhissalamdandır. İmam buyurur ki, bir quş ki uçura, bilirsin deyir o nə vaxt ovçunun toruna düşür. Deyir o vaxt ovçunun toruna düşür ki, Allahın zikrini unudub da, saxlayıb da, Allahı xatırlamır. Əslində bu hədis rəmzi mənadadır. Hədis bizə deyir ki, biz şeytanın toruna o vaxt düşürük ki, Allahı unuduruq, xatırlamırıq. İstiğfar hər zaman Allahı özə xatırlatmaqdır ki, ey insan, sən Allahın huzurundasan. Nəyin ki, sən bütün aləm Allahın huzurundadır, Allahın huzurunda günah etmə. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sizə elə bir şey öyrədimmi ki, əgər bunu etsəniz, şeytan sizdən uzaqlaşar. Necə ki, şərq qərbdən uzaqdır. Gün çıxanla gün batan gör nə qədər uzaqdır bir-birinə. Deyir, o qədər şeytan sizdən uzaq olacaq. Deyirlər, ya Rasulallah, öyrət nədir o? Burada, yüsəvvidu vəchəh. Oruc şeytanın üzünü qaraldar. Oruc insanda təqva, möhkəm iradə formalaşdırır. İnsan şeytanın vəsvəsələrinin qarşısında iradə nümayiş etdirə bilir. Oruc şeytanın üzünü qaraldar. وَالصَّدَقَةِ تُكْسِرُ الزَّهْرَةِ Sədəqə şeytanın belini sındırar. وَالْحُبِّ فِي اللّٰهِ وَالْمُعَازِرَةُ عَلَى الْعَمَلِ الصَّالِحِ يَقْتَعَانُ دَابِرَةِ Allah xatir bir-birinizi sevmək, salih əməllərdə bir-birinizə dəstək olmaq, yardım etmək şeytanın arxasını kəsər. وَالْاِسْتِغْفَارِ يَقْتَعُ وَتِينَهِ İstiğfar şeytanın şah damarını kəsər deyir. Dördüncü faydalarından biri budur ki, istiğfar insanın pisliklərini təkfir edir, yəni aradan aparır. Bəyək sizin nəzərinizi çatdırdığım ayədə Allah nə buyurdu? O kəslər ki, dedi ki, tövbə eləyərlər həqiqətən, Allah neyinir? Yukaffiru ankum seyyiatikum sizin pisliklərinizi bağışlayar. Və yedxulukum cennetin tecri min tahtihal anhar. Sizi elə bir cənnətlərə daxil edər ki, altından çaylar axar. Allah pislikləri bağışlayır.
Beşinci istiğfar, pislik bağışlanır, eyni zamanda pislik yaxşılığa çevrilir, bəlkə ayədəki kimi. Yubaddilullah seyyiatihim hasenat. Allah onların pisliklərini yaxşılıqlarla əvəz eləyir. Altıncı, qəlbin paklığını. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə buyurdu ki, dəmir pas atdığı kimi insanların qəlbləri də pas atar. Ya Rasulallah, bu pasın necə biz aradan aparıb qəlblərimizi parladaq? Buyurdu, fəəcluha bil istiğfar. İstiğfarla onu cilalayın. Allaha dönüşlə onu cilalayın. Şəhid Dəstiğeyb istiğfarın, tövbənin 4 mərhələsindən bəhs eləyir. Deyir, birincisi budur ki, insan küfürdən imana, şirkdən yəqinə tövbə eləyə. Küfürdə idi, tövbə etdi, imana gəldi. Şirkdə idi, tövbə etdi, yəqinə gəldi. Batil əqidədən haqq əqidəyə gəldi. İkinci mərhələ budur ki, günahdan istər kiçik olsun, istər böyük olsun, itaətə dönüş etmək, itaətə qayıtmaq, Allahın əmrlərini yerinə yetirməyə başlamaq, übudiyyəti dadmaq. Üçüncüsü, Allah tanımada yola verdiyin qüsurlardan istiğfar etmək, tövbə etmək. Ki, ilahi, mən səni məsələn indiyə kimi doğru dürüst tanımamışam. Mən səni daha çox tanıya bilərdim. Çünki mərifət məhəbbəti gətirib çıxardır. Mərifətdən məhəbbət hasıl olur. Məhəbbətdən Allaha şövq hasıl olur. Bunlar insanın mənəvi seyrində çox mühüm məsələdir. Xüsusilə də mərifətullah çox mühüm məsələdir ki, insan Allahı tanıya bilsin. Və bu tanıma da bitən bir tanıma deyil. Bu seyir bitən bir seyir deyil. İnsan bəzən mərifətullahda müəyyən qüsurlara yol verib ki, bu qüsurlardan belə Allaha dönüş etmək lazımdır. Və dördüncü deyir, mərhələ budur ki, qəflətdən zikrə tövbə eləyəsən ki, mən qəflətliydim, aylasan ki, qəflətliyimişəm ki mən. Tövbə eləyəsən, Allahın zikrinə dönüş eləyəsən. Uzaqlıqdan yaxınlığa, mənəvi yaxınlığa tövbə eləyəsən, qayıdış eləyəsən. Halımıza diqqət eləməliyik. Bəzən elə bilirik ki, biz məsələn, elə məscidin içindəyik, Allaha ən yaxın bəndələrik. Yox, yaxınlığın içində bəlkə ən uzaqıq biz. Çünki bu yaxınlıq mənəvi yaxınlıqdır. Burada məsafə yaxınlığı deyil. Çöldə gəzən birisi, məsələn, mən də burada məscidin içindəyəm, fikirləşməyim ki, mən ondan daha çox Allaha yaxınım. Bu mənəvi yaxınlıqdır. Burada məsafə məsələsi deyil ki. Ona görə də halımıza hər zaman diqqət etməliyik ki, ilahi, mən indi hansı haldayam, nə qədər mən Allaha yaxınam, nə qədər Allahdan uzağam. Cəfadan vəfaya tövbə etmək, cəfadan dönüş eləyəsən vəfaya. İndiyə kimi, ilahi, mən səndən cəfa halında yaşamışam. İndi istəyirəm sənin vəfa halına qayıdım, səninlə vəfalı olam. Tövbədən əlavə bir də inabə var ki, Quran-ı Kərimdə də buyurur, və ənibu ilə rabbikum, Rəbbinizə qayıdın, dönüş eləyin. Əxlaq alimlərimiz tövbə ilə inabə arasında müəyyən fərqləri qeyd ediblər ki, inabə daha yüksək mərhələdir. 3 nöqtəni qeyd ediblər ki, birincisi budur ki, inabə budur ki, üzr istəyərək Allaha dönmüşdün, tövbədə bunu eləmişdin, neynəmişdin? Üzr istəyərək Allaha gəlmişdin huzuruna ki, ilahi, bağışla, əff elə, günahlarla gəlmişəm huzuruna. İnabədə indi sən salih əməllə Allahın huzuruna gəlirsən. Salih əməllə gəlirsən Allahın huzuruna. Tövbədə sən əhdlə gəlmişdin Allahın huzuruna. Allahla əhd peyman bağlıdır ki, ilahi, mən indi tövbə eləyirəm, günahlardan uzaq duracam. Sənə layiq bəndə olmağa çalışacam. İnabədə vəfa ilə gəlməlisən Allahın huzuruna ki, ilahi, mən hələ ki əhdimdə vəfalıyam. Ufu bi əhdikum, ufi bi əhdikum. Allah buyurur ki, əhdinizə vəfalı olun ki, mən də əhdimə vəfalı olun. Üçüncüsü də, tövbədə sən nə ilə gəlmişdin? Sözlə gəlmişdin. Gəldin, oturdun, göz yaşı tökdün, söz dedin. Dedin, ilahi, məni əff elə, məni bağışla. Günahlarımı etiraf eləyirəm, xətamı etiraf eləyirəm. İndiyə qədər mən doğru dürüst gün yaşamamışam, sən istəyən kimi yaşamamışam, istəyirəm indi sən istəyən kimi yaşayam. Sözlə gəlmisən, inabədə deyir ki, halınla gəl. O halınla gəl ki, indi Allah istəyən kimi yaşayırsan. Halın Allah istəyən haldadır. Allah'a and verir izzət-i cəlalına, bizi həqiqi tövbədən qullarından qərar versin inşallah. Peyğəmbər və əhl-i beytin pak, müqəddəs ruhlarına səlavat zikr edək.